Hər vaxt xeyir olsun izləyicilərimiz. Bugün Masazırda gözəl bir yerdə yerləşən 2 mərtəbəli belə 5 otaqlı evimiz satışa çıxıb. Onu sizə çəkib təqdim edirəm. Gördüyünüz kimi bu evimizin üz görünüşüdür. Belə bax enli küçəsi. Sağ qurtuluş tərəfdə yerləşir. 3 mərtəbə deyilən ərazidir. Məktəbi, liseyi hamısı da yanından keçir. 525 marşrut, 535 hamısı yanından keçir. 300 metrliyindən keçir. Evimiz çox gözəl bir yerdə yerləşir. Belə enli küçəsi, qabaqdan da çıxışı var. Bir yerdən də çıxışı var. Daxil oluruq evimizin həyətinə. Sol yarımda yerləşir. Paket qupçadır. Evimizin də torpağımızın da tam sənəti var. Qupçalıdır. İpotekaya da yararlıdır. Evimiz gözəl bir yerdə yerləşir dediyim kimi. Sol yarımdadır. 2-3 maşın girən belə geniş həyəti. Mərkəzi kanalizasiya, bütün kommunal xəttləri hamısı qaydasındadır. Evimizi görürsünüz bu divarlarda. Bu yani nəmişlik deyil də, bu sırıç deyilən bir şey var. Sıvağı yaxşı vurmayıb var deyən, ona görə belə olur. Bax görürsünüz evimizin üz görünüşündə yoxdur. Bax gördüyünüz kimi. Məsələn həyəti zadı yuyanda su dalıb belə qum çəkib özünə. Bax solda, həyətimizin sol tərəfində belə üzümü, ağacları, bax gördüyünüz kimi. Evimiz vurğunuyumçu 8-9 yaşlı kürsülüdür. Belə zirzəmi hissəsidir. Bax gördüyünüz kimi də qupqurudur. Bax bu cürlə. Qiyməti də çox münasibdir. İrəliyən dəqiqələrdə deyəcəm. Bu evimizin bayır tərəfdə gördüyünüz kimi qommisi, pudminitkası. Yəni gir yaşadı. Əşyalı da satılır, əşyasız da satılır. Hər ikisinin də qiymətini deyəcəm. Daxil oluruq evimizin içərisinə. Evimizin içərisinə daxil olduqda belə bir geniş dəhlizi. Dəhlizimizdə də bax kombi, radiatoru. Bax gördüyünüz kimi. Ətraflı çəkib sizə təqdim edirəm. Bu evimizin belə bir kladovkanın altında ayaq yolusu, birinci mərtəbənin santar qoşağı. Gördüyünüz kimi belə geniş santar qoşağı. Burada da artıq əşyalar yığılması üçün boş yeri. Dəhlizimizin sol tərəfində isə yerləşir belə bir geniş yataq otağımız. Gördüğünüz gibi geniş qonaq otağımız. Belə bir yataq otağımız 5 otaqdan ibarətdir. Bu isə belə bir geniş mətbəximiz. Qalxırıq ikinci mərtəbəyə. Evimiz qoşa kubikdən ibarətdir, tam şəxsidir, orta monolitdir. Belə bir ikinci mərtəbənin geniş dəhlizi. Dəhlizimdən də belə çıxışı, eyvana çıxışı. Eyvanı da çəkim sizə təqdim edeyim. Gördüyünüz kimi də belə eyvanımız. Bu isə belə bir geniş qonaq otağı boyda yataq otağımız. Gördüyünüz kimi. Bu isə ikinci mərtəbənin santar qoşağı. Bu isə ikinci yataq otağımız. Bax gördüyünüz kimi çox genişdir. Bu isə digər belə bir yataq otağımız. Əşyalar çox olduğuna görə biraz da arısqalıq görsənir. Evimizin görüntüsü də önündə, arxası da açıqlıqdadır. Evimizin qiyməti çox təcili satılır, əşyalı 120 bin manata deyilir, əşyasız 105 bin manata deyilir. Real alıcılara da indirim olacaq, əşyasız da indirim olacaq, əşyalı da indirim olacaq. Sağ olun, var olun. Kanala abunə olmağı unutmayın ki, yeni belə evlər çıxsa baxa biləsiniz.